Vəsiyyət hədisində açıq şəkildə qeyd edilir ki, 12 imam və 12 Mehdi var. Gəlin bunu gücləndirən başqa bir hədislərə də baxaq. Bu fikri 12 Mehdi hədisini, 12 Mehdi anlayışını gücləndirən biz başqa fikirlərə də baxaq. Biharul Ənvar, cild 53, 148-də. Həmçinin Qeybət-i Tusi 358-də. İmam Sadiq əleyhissalam buyurur: Qaimdən sonra 12 Mehdimiz var. Onlar Hüseynin övladlarıdır. Deyir, Qaimdən sonra 12 Mehdimiz var. Başqa bir hədisdə Qeybət-i Tusi 385-də İmam Cəfər Sadiq əleyhissalam dedi: Bizim ortamızdan Qaimdən sonra Hüseynin soyundan 12 Mehdi olacaq. Göstərmir ki, bütün hədislərdə 12 rəqəmi var. Siz nə düşünürsünüz? Birdir. Əhsən. Başqa bir hədisdə istəyərdim oxuyum. Kəmalüddin'dən 2-ci cild 358-ci səhifədə. Əbu Bəsir dedi: Mən İmam Sadiq əleyhissalama dedim: Yəbnə Rəsulallah, mən sənin atanın belə buyurduğunu eşitdim. Qaimdən sonra 12 imam olacaq. Qaimdən sonra 12 imam olacaq. O əleyhissalam buyurdu: Şübhəsiz ki, o əleyhissalam 12 Mehdilər deyə buyurmuşdur və imamlar deyə buyurmamışdır. Onlar bizim şiələrimizdən olan insanları bizim əmrimizə və haqlarımıza çağıran bir dəstədir. Dikkat edirsiniz, deyir ki 12 imam olacaq qaimdən sonra. İmam Sadiq əleyhissalam isə düzəldir ki, xeyr, 12 Mehdi olacaq, 12 imam yox. Və deyir ki, o bizim şiələrimizdəndir. Şiələri kimdir? Yusifdir, Musadır, İbrahimdir, İsa'dır. Əslində və biz də deyirik, Mehdilər kimlərdir? Həmin bu kəslərdir. Həqiqi şiə onlardır. Yəni, məsələnin reallığı, məsələnin həqiqəti budur. Siz aslında orada oxudunuz ki 12 imam deyil 12 Mehdi. Onlar 12 imam yox 12 Mehdi adlandırılacaqlar. Düzdürmü? Bəli. Buradan bir nəfər yazıbdı ki niyə şərh verirsiniz? 12 imam dedi axı. Siz öyle oxudunuz da hədisdə. Diqqət eləyin. Bax mən hədisi yenidən oxuyuram. Əbu Bəsir dedi: İmam Sadiq əleyhissalama dedim: Yəbnə Rəsulullah, mən sənin atanın belə buyurduğunu eşitdim. Qaimdən sonra 12 imam olacaq. O əleyhissalam buyurdu. Yəni İmam Cəfər Sadiq əleyhissalam buyurdu. Şübhəsiz ki, o əleyhissalam 12 Mehdilər deyə buyurmuşdur və imamlar deyə buyurmamışdır. Bunu İmam Cəfər Sadiq əleyhissalam həmin kəsə deyir. Həmin kəs deyir ki, mən eşitmişəm ki, qaimdən sonra 12 imam olacaq. Qaimdən sonra deyir ha. Dikkat edirsiniz. Və deyir ki, İmam Cəfər Sadiq əleyhissalam da deyir ki, xeyr, yanlış eşitmisən. 12 imam yox, 12 Mehdi deyər. Gördünüzmü qardaşım? Yəni bunu hədis bizə açıq şəkildə deyir. Hədis bizə bu məsələni açıq şəkildə bəyan eləyir.